İmadəddin Nəsiminin ənəlhəq sözünü necə dəyərləndirirsiniz? Yəni bildiyimiz kimi sufilikdə şətiyyat deyilən bir şey var ki, yəni o sufilər, dərvişlər, təsəvvüf əhli ibadət zamanı, haqqa qovuşma zamanı cəzbə halında qeyri-ixtiyari olaraq özlərindən qeyri-adi sözlər işlədirlər. Və Nəsiminin bu ənəlhəq sözü də bilirsiniz ki, böyük tarixi müzakirələrə, hətta tənqidlərə səbəb olub ki, Nəsim özünü Allah adlandırıb. Bunu siz nə cür baxırsınız bu məsələyə? Aydındır. Bəri başdan deyim ki, bu ənəlhəq mövzusu tam mənim bilmədiyim mövzudur. Niyə bilmədiyim mövzudur? Təsavvufda bilmək, bilməmək deyərkən yaşamadığım mövzudur. Hə. Amma ona tam girişməyəcəm. Sadəcə olaraq onu demək istəyərəm ki, övliyalığın çox böyük bir məqamıdır. Allah hər kəsə qismət eləsin. Vəhdət-i vücud deyilən bir şey var. Cənab Haqqın insan vücudunda təcəllası deyən bir şey var. O da böyük ehtimal yox, elə inşallah 100% ki, Nəsimi bunu yaşayıbdır. Ənəlhəq deyibdir və onun dediyi ənəlhəq bu insanların bildiyi mən Allaham mənasında deyil. Allahın burada nümayəndəsidir, Allahın burada təmsilçisidir. Bütün o gerçək mürşidlər kimi o da zaten mürşidə tabi olmuş birisi idi. Sonunda çox böyük ehtimal özü də bir mürşid olmuşdu. Aydın. Bildiyim qədər siz təsəvvüfü bilməklə yanaşı, araşdırmaqla yanaşı özünüz də təsəvvüf əhlisiniz, təsəvvüfü yaşayanlardan birisiniz. Təşəkkür ederim. Çalışırıq ki, bu mənada siz nə öz hisslərinizi, təsəvvüf əhlinin hisslərinlə təsəvvüf əhli olmayanların hisslərini necə fərq analiz edə bilərsiniz? Məsələn, mən belə bir söz oxumuşdum. Hansısa sultanlardan biri bir sufinin yanına çağırıb onunla diyaloqu var. Və o dərviş ona deyir ki, siz bilsəniz ki, biz hansı ləzzətlər içindəyik, hansı məqamlara daxil oluruq, siz bizlə savaş eləyərsiniz. Yəni, həmin dərvişə deyib. İndi bu mənada mən sizdən sual eləmək istəyirəm ki, siz nə hiss edirsiniz, nə var burada qeyri-adi? O sufi çox gözəl deyib sultana. Bilirsiniz, bu şeydən danışır, siz onu gözəl deyirsiniz. Bir var təsavvuf araşdırmacısı. Mən heç də təsavvuf araşdırmacısı deyəm. Hər nə qədər, nə barədə araşdırmacısı deyəm. Hər nə qədər belə təvəzzüdən kənar olsa da, daha çox təsavvufu yaşayanam, yaşamağa çalışanam, nə yaş araşdırmacısı. Sizin başqa bir qonağınız ola bilər, gələr Mövlanədən, Nəsimidən, Sufilərdən elə şeylər danışar ki, amma danışmaq insanı qurtuluşa erdilən bir şey deyil. Bunu əsas yaşamaqdır. Tutaq ki, biri gəlir, almadan danışır, belədir, elədir, dadlı olur, forması yumrudur. Ancaq bunun nə dediyini almanı yeyən bilər, almanın tamına baxan bilər. Bu, almanın tamına baxmaq da xahiş edirəm, elə burasını kəsməyəsiniz. Bax, önəmli olan budur. Önəmli olan kitabları oxumaq, təriqətləri araşdırmaq deyil. Ona qarşı da deyim, o da lazımdır. O başqa mövzuda lazımdır. Amma bizi qurtuluşa erdirəcək mövzu, bizi Allahın cənnətinə aparacaq mövzu kitabları oxumaq yox, bizi qurtuluşa erdirəcək mövzu əlimizi Allaha açıb, Allahın bizi yaradarkən bizə özündən üfürdüyü adından da görə əmanət ruhumuzu Allaha təslim etməyi diləməkdir. Rəd surəsi 20-ci ayədə Allah Teala buyurur ki, onlar Allahla olan əhdlərini ifa edərlər, yəni yerinə yetirərlər. İndi Allahla əhdlər, bizim mən bayaq dediyimiz hər bir vücudumuzun Allahla ayrı-ayrılıqda əhdi var, ona təslim olacaq deyən. Rəd surəsi 20-ci ayəsində deyir ki, onlar Allahla əhdlərini ifa edərlər. 21-də deyir ki, və onlar Allaha qovuşdurulmasını əmr etdiyi şeyi ona, Allaha qovuşdurarlar. Və Rəblərinə qarşı huşu duyarlar, pis hesabdan qorxarlar. İndi biz ruhumuzu Allaha qovuşdura bilmərik. Bizə düşən ruhumuzu Allaha qovuşturmağı, diləməyi Allahdan istəməkdir ki, bütün övliyalar da bunu, siz özünüz də dediniz, bütün təsavvuf övliyalar bunu şeirlərində filan hamısını bildiriblər. Amma şeirlərdən filandan yox, biz Qurandan sorumluyuq deyən, təsavvuf da Quranın bütünü deyən, bax elə o Rəd surəsi 20-21-ə ruhumuzun Allaha qovuşmağını Allahdan istəməliyik. Onda ayağımız xoşbəxtlikdən yerə dəyməyəndə, onda biləcək ki, təsavvuf nə deməkdir? Təsavvufun istədiyi nədir? Bu qədər. Yəni, bundan o tərəfəsini yəqin ki də tamaşaçılar da bağışlayar. Siz də bağışlayarsınız ki,
bildiyimizi danışdıq. Aydın. Akademik bir şey Çox sağ olun, danışamadıq, təşəkkür edirəm. bildiyimizi danışdıq. Söhbətimizdən belə məlum oldu ki, yəni təsəvvüf insanın duyduğu, yaşadığı, haqqa olan bağlılığı onun hissləridir. Kəsinliklə. Bəli. Təşəkkür edirəm Sərxan bəy. Əslində mən sizə təşəkkür edirəm. Arzu edirəm ki, bu bir davamlı olsun. İnşallah. Çox sağ olun. Çünki təsavvufda da var o, təsavvufda zikir anlamı var, təsavvufda nəfs təskiyəsi anlamı var, təsavvufda mürşid qavramı var. Qismət olsa bunların hərəsi barədə ayrı-ayrı İnşallah, inşallah. Minnətdarıq. Təşəkkür edirəm. Allah razı olsun.